Salam, bu videoda Rusiya işğallarına qarşı Azərbaycan üsyanlarına bizim gözümüzdən baxacaqsınız. Əvvəlcə gəlin bu üsyanların səbəblərinə baxaq. Siyasi səbəb, komendant idarə üsulu və çar məmurlarının özbaşınalığı. İqtisadi səbəb, ağır vergi siyasəti, vergi və mükəlləfiyyətlərin ağırlığı. Sosial səbəb, yerli hakimlərin hüquqlarının məhdudlaşdırılması, çarizmin mülki və dini zülmü, zoraki köçürmə siyasəti. Tarixlər 1830'u göstərəndə Ruslara qarşı ilk üsyan baş qaldırıldı. Bu üsyanın başçıları Şeyx Şaban və Həmzət bəy idi. Karbalakən üsyanın baş verməsinin başqa səbəblərindən biri isə Rusların həmin ilin fevral ayında bu əraziyə yürüyüş edib xalqı tam hüquqsuz vəziyyət salması idi. Lakin iyul aylarında Yeni Zaqatala yaxınlığındakı döyüşdə Rus ordusu məğlub oldu. Buna baxmayaraq onlar üsyan rəhbərləri arasında ixtilaf yaradaraq və ağır toplardan istifadə edərək bu üsyanı yatırıb. 1831-ci ildə isə Mir Həsənin başçılığı ilə Lənkəranda üsyan baş verdi. Bu baş qaldırışın səbəbi isə əkinə yararlı torpaqların azlığı. Ancaq bu digər üsyan kimi olmadı. Həsənin başçılığı altında üsyan sadəcə bir ay davam edə bildi. Gəldik əsas üsyana, Quba üsyanı. Bu hadisə 1837-ci ildə baş verib. Buradakı əsas səbəblərdən biri iltizam sisteminin daha sərt tətbiqidir. Qubalılar isə Ruslardan vergi və mükəlləfiyyətlərin azaldılması kimi şeylər istədilər. Rusiya dağlılarla mübarizə apardığı üçün bu təklifi qəbul et. Zaman isə 1837-ci ilin avqustunu göstərəndə Hacı Məhəmmədi başçılığı ilə üsyan başladı. Burada təxmini 12.000 nəfər iştirak edirdi. Hətta üsyan davam edərkən Hərbi Şuranın əmri ilə Qubanın ətrafı mühasirəyə alınsa da Qubalıların ləng davranması üsyanın uğursuzluqla nəticələnməsinə yol açdı. Şəki üsyanı 1838-ci ildə baş verdi. Bu üsyanın özünə məxsus səbəbi isə vergilərin çoxluğu idi. Bu səfər başçı Məşədi Məhəmməd idi. O üsyana həmin ili yayında başladı. Onlar Rusları Şəki yaxınlığında məğlub edib Şəki qalasından başqa bütün əraziləri ələ keçirdilər. Amma Qafqazın baş hakimi bu üsyanı yatırdı. Bu baş qaldırışların ən əsas iki nəticəsi oldu. 1. Komendant idarə üsulu ləğv olundu. 2. Yerlərdə inzibati və məhkəmə islahatları həyata keçirildi. Bugünlük bu qədər. Digər videolarda görüşmək ümidi ilə.